Bu günlərdə sosial şəbəkələrin birində bir çıxış yayılıb. O çıxış da bundan ibarətdir ki, insanlar Peyğəmbər üçün mövlud qeyd eləyəndə, imam üçün mövlud qeyd eləyəndə hər hansı bir şirniyyat növündən istifadə eləməsinlər və daha doğrusu bu formada istifadə eləməsinlər. Möminlərə yaraşmır, imamların həyatında belə bir şeylər olmayıb, imamın ad gününü qeyd eləyəsən və hər hansı bir şənlik şəklində qeyd eləyəsən, imamın adına bir şirniyyat boğçası düzəldəsən, xonçası düzəldəsən. Bu kimi məsələlər möminlərin arasında da ixtilafa səbəb olur və biri razılaşır, biri razılaşmır. Nəticə etibarilə insanlar mübarək rəhmət ayının, Ramazan ayının rəhmətindən, mərhəmətindən kənarda qalırlar. Yadlarından çıxır, unudurlar və hamı bu mövzuya fokuslanır. Nəticə etibarilə insan bu ayda nələr əldə etməli idisə, əldə edə bilmir. İndi hər kəs bu çıxışı eləyibsə və bu formada mübarək Ramazan ayında məsələyə yanaşıbsa, xatırlatma olaraq, təzəkkür olaraq xatırladıram o qardaşıma da ki, belə məsələlərdə olduqca diqqətli olmaq lazımdır. Əgər bir dəstə insan imamın ad günündə, imamın doğum günündə, mövlud günündə bir tort kəsibsə, bir şirniyyat bişiribsə və bir xonça bağlayıbsa, düzəldibsə, o ciddi bir ziyan vurmaz və ciddi bir ziyan da yoxdur və şəriət etibarilə heç bir qadağası da yoxdur bunun. Amma bizim bu mövzunu sərt şəkildə tənqid etməyimiz və bu işlə, bu işi görənləri sərt şəkildə tənqid etməyimiz bir ixtilafa səbəb oldu. Onlar ciddi bir iş görməmişlər və şəriət etibarilə də ziyanlı bir iş görməmişlər. Amma sən bu mövzunu açmaqla möminlərin arasında ixtilaf yaratdın, onların qəlblərində bir-birinə qarşı küskünlük yaratdın, mübarək Ramazan ayının rəhmətini qoydun kənarda, insanlar başladılar bu mövzunu müzakirə eləməyə. Əslində sən və mən və hər kəs bu fikri aşıladısa cəmiyyətə, sən və mən bu cəmiyyətə imamların yoluna daha çox ziyan vurmuş olduq. İmam Sadiq əleyhissalamdan hədis var ki, İmam Sadiq əleyhissalam buyurur, hər kəs möminlərin arasında, inanclı insanların arasında ixtilaf yaradarsa, fitnə yaradarsa, təsəvvür eləyin ki, o mübarək Ramazan ayında, günün günorta çağında, aşkarda şərab içir, aşkarda. Həm Ramazan ayının hörmətini sındırır, həm Allahın əmrini sındırır. Yəni bu ixtilafın bu qədər ziyanı var. Ona görə bu kimi bu mövzuları açan qardaşlarıma xatırlatmaq istəyirəm ki, bu kimi mövzular ciddi problemdir və hər kəs bu mövzudan narahat olubsa və müzakirə obyektinə çeviribsə, bu mövzulardan əl götürsünlər və şəxsi hisslərinə qapanmasınlar. Çünki mübarək rəhmət ayıdır, Ramazan ayıdır və xüsusi olaraq həm də qeyd etmək istəyirəm ki, insanları savadsız adlandırmaqla, insanları nağılbaz adlandırmaqla din təbliğ olunmaz. Əgər bir nəfərin